Bismillahirrahmanirrahim. Salamu aleykum və rəhmətullah. Əzizlər, bu qədər ki, bu vahabilər, işid sələflər deyirlər ki, Peyğəmbərdən istəmək şirkdir, küfrdür, belə bir şey ola bilməz. Özlərin öldürürlər bu barədə, bu məsələdə ki, şiələr, sünnilər niyə Peyğəmbərdən istəyir? Bu kafirlikdir, şirkdir bu. Allahın ən sevdiyi bəndələr olduğu üçün ona görə də onlardan istəyirik bəzən. Rəbbiniz dedi, mənə dua edin, mən də sizə cavab verim. Həqiqətən mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yeryüzünün varisləri edən kimdir? Allah onların qoşduqları şəriklərdən ucadır. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir. De ki, mən yalnız öz Rəbbimə dua edirəm və kimisə ona şərik qoşmuram. Allahdan başqa heç kəsə dua etməyin.